Bugünkü avtomobillərimizdən Toyota Land Cruiser'dir. Deməli, bu avtomobildə qeyri-müntəzəm işləmə problemi var idi. Farşınkaları yuyulacaq, zasonkası yuyulacaq və sveçaları dəyişiləcək. Digər bir avtomobilimiz isə Kia Optima'dır. 2 turbo mühərriklə təsis olunub. Deməli, sürətlə qutusu yağı dəyişiləcək və tam şəkildə dəyişiləcək. Yəni filtrlə birlikdə dəyişiləcək. Burada isə sürətlə qutusu yağını buraxırıq. Göz üstünə gündədir, bərbad vəziyyətdə. Sürətlə qutusunun probkasının deməli maqnetidir, görürsünüz. Bu da struşkanı yığıb üstünə, çox pis gündədir. Sürətlə qutusu çıxarıldı. Tam şəkildə söküləcək. Tacın boltlarına baxılacaq və digər ehtiyat hissələri lazım gələrsə dəyişilməli olan ehtiyat hissələri yeni və orijinal ehtiyat hissələri ilə əvəz olunacaq. Sürətlə qutusu sökülür, qabaq kojik ayrıldı və filtrin vəziyyətini görürsünüz, filtrlə dəyişiləcək. Və bu da orijinal filtridir. 8 litrdə orijinal SP4 yağı ilə əvəz olunacaq. Bundan əlavə avtomobilin yüksək sürətdə tormozda əsdirmə problemi var idi. Bu da aponlara görə idi. Aponlar da yonuldu, yeni nakladkalarla əvəz olundu və müştəriyə təhvil verildi.